Salam, coğrafiya 8-ci sinif, kiçik summativ qiymətləndirmə nömrə 8 üzrə nümunəvi suallara baxırıq. Sual 1. Məşğul əhalinin yarıdan çoxunun kənd təsərrüfatının çalışdığı ölkələr necə adlanır? Deməli, ümumiyyətlə, təsərrüfat strukturuna görə ölkələr 3 yerə bölünür. Yəni, kənd təsərrüfatının çox olduğu aqrar ölkələr, sənayinin çox olduğu sənaye ölkələri və xidmət sferasının daha yüksək olduğu post sənaye ölkələri. Deməli, bizə kənd təsərrüfatının çox olduğu deyilir. Deməli, bu aqrar ölkələrə aiddir. İnsan inkişaf indeksinin yuxarı olduğu ölkələr müəyyən edin. Deməli, ölkələr inkişaf səviyyəsini göstərən insan inkişaf indeksidir. Deməli, əsasən yüksək olan ölkələr Mali, Niger aşağı ölkələrdir. Somali, Efiopiya, Bangladeş, Haiti, Əfqanistan, Mozambik insan inkişaf indeksinin və həyat səviyyəsinin aşağı olduğu ölkələrdir. İsveçrə və Kanada isə insan inkişaf indeksi daha yüksəkdir. İnkişaf etməkdə olan ölkələrə aiddir. ABŞ etmiş ölkədir. Braziliya etməkdə olan, Almaniya inkişaf etmiş, İndoneziya etməkdə olan, ABŞ etməkdə olan, Yaponiya isə inkişaf etmiş ölkədir. Cavab B bəndi. 4-cü sual. Aşağıda verilmiş xüsusiyyətlər hansı ölkələr qrupuna aiddir? Güclü emal sənayesi sahələrinə malikdirlər və nisbətən yüksək iqtisadi inkişaf səviyyəsinə görə fərqlənirlər. Bu ölkələr xarici investisiya, ithal edilən texnologiya, nisbətən ucuz və ixtisaslı işçi qüvvəsi hesabına son vaxtlar elm tutumu sənaye məhsulları istehsal edirlər. Deməli, bu ölkələr yeni sənaye ölkələrdir. Yeni sənaye ölkələri inkişaf etməkdə olan ölkələr olsalar da, bu ölkələrin emal sənayesi güclü inkişaf edib və sürətlə bu ölkələr sənaye məhsullarının istehsalına görə xüsusilə fərqlənən, inkişaf edən ölkələrdir. Ölkələrin inkişaf səviyyəsinə görə ayrılması zamanı nəzərə alınan amillərə aiddir. Əhalinin sayı və ərazi böyüklüyü, xeyr. Hər nəfərə düşən ümumdaxili məhsulun miqdarı, bəli, bu əsas göstəricilərdən biridir. Kənd əhalisinin sayı və sıxlığı, xeyr, bu da aid deyil. Əhalinin həyat səviyyəsi və keyfiyyəti, bəli, əsas göstəricilərdəndir. Təsərrüfatın strukturunda sənayenin aparıcı yeri, yalnız sənaye yox, sənaye və xidmət sahələrinin daha üstün mövqeyi, bəli, bu düzgün cavabdır. Torpaq və meşə ehtiyatları ilə təminat, xeyr, bu da aid olan xüsusiyyət deyil. Cavab B bəndi. İnkişaf etmiş ölkələrə aid olan xüsusiyyətləri təyin edin. Əhalinin həyat və sağlamlıq səviyyəsi yüksək olur, bəli. Əhalinin təbii artımı yüksək olur, xeyr, əksinə əhalinin təbii artımı aşağı olur, yəni əhali daha yavaş tempdə artır. Urbanizasiya səviyyəsi aşağı olur, xeyr, yəni urbanizasiya şəhər əhalisinin payı daha yüksəkdir. Xidmət sferası və emal sənayesinin payı çox olur, bəli, düzgün cavabdır. Əhalinin təhsil səviyyəsi yüksək olur, bəli. İqtisadiyyatında mineral xamal və aqrar xamal istiqamət edir. Xeyr, əsasən hazır məhsul istehsalına görə fərqlənirlər bu ölkələr. Sxemi tamamlayın. İl ərzində ölkə daxilində ölkəyə məxsus şirkətlər tərəfindən yaradılan məhsul və xidmətlərin dəyəri, il ərzində ölkə daxilində xarici şirkətlər tərəfindən yaradılan məhsul xidmətlərin dəyəri. Deməli, bu ümumdaxili məhsula aid olan xüsusiyyətlərdir. Ölkə daxilindəki yerli və xarici şirkətlərin birgə istehsal etdiyi məhsul. Ümumi daxili məhsul. 8-ci sual. Köçürülmə kapitalizm qrupuna aid olan ölkələri təyin edin. Deməli, köçürülmə kapitalist ölkələr, əsasən bu ölkələr keçmişdə Böyük Britaniya müstəmləkəsi olmuş ölkələrdir və buraya müstəmləkəci ölkədən çoxlu insan axının nəticəsində bu ölkələrdə inkişaf etmiş ölkələr çevrilmişdir. CAR, Yeni Zelandiya və həmçinin bu qrupa biz Avstraliya, Kanadanın da aid edirik. Bir də İsrail də köçürülmə kapitalist ölkəsidir. Amma İsrail əslində Böyük Britaniya müstəmləkəsi olmayıb. Sadəcə bura dünyanın müxtəlif yerlərindən Yahudilər axın edərək, köç edərək İsrail dövlətini yaratmışdılar. 1, 3, 4, 6, yəni C bəndi düzgün cavab olmalıdır. 9-cu sual. Böyük yeddiliyə daxil olan ölkələrin əlamətlərini müəyyən edin. Deməli, böyük yeddilik əsas dünyanın ən güclü 7 ölkəsi, ən böyük inkişafa malik olan ölkələr. Dünyanın ümumi sənaye məhsulunun yarısını verirlər, bəli. Təbii ehtiyatları təminat yüksəkdir. Bunu biz tam
doğru xüsusiyyət kimi götürə bilmək, məsələn, böyük yeddiliyə Yaponiya da aiddir, çünki Yaponiya təbii ehtiyatlarla yaxşı təmin olmayıb, həmçinin də Avropanın digər ölkələridir. Kənd təsərrüfatı yeni ərazinin mənimsənilməsi hesabına inkişaf edir. Xeyr, kənd təsərrüfatının onunla intensiv yolla inkişaf edir. Yəni, yeni ərazilər mənimsəməklə yox, əksinə həmin eyni əraziyə daha çox qulluq olunmaqla və eyni ərazidən daha çox məhsul əldə edirlər. Yüksək elmi texniki potensiala malikdirlər. Əhalinin sayı çox, sıxlığı çox yüksəkdir. Əhalinin sayı çox, sıxlığı yüksəkdir. Bunu bütün böyük yeddilik ölkəyə aid edə bilmək. Məsələn, Kanadada sıxlıq çox aşağıdır. İqtisadi potensialları güclüdür. Bəli, iqtisadi potensialı çox güclü ölkələrdir. 1, 4, 6 düzgün cavab olmalıdır. Uyğunluğu müəyyən edin. Deməli, Argentina, Monqolistan, Hindistan, İndoneziya və Qazaxıstan verilib bizə. Argentina deməli aiddir, yeni sənayeləşmiş ölkələrə aiddir. A. Monqolistan keçid dövründə olan ölkələrdir. Hindistan əsas inkişaf etməkdə olan ölkələrdir. Bəzən yeni sənaye ölkələrində də aid edirlər Hindistanı. İndoneziya yeni sənayeleşmiş ölkələrdir. Qazaxıstan da keçid dövründə olan ölkələr qrupuna daxildir. B variantına da biraz sürətli şəkildə baxaq. Deməli, məşğul əhalinin xeyli hissəsi qeyri-istehsal sahəsində çalışdığı ölkələr iqtisadi inkişafın hansı mərhələsindədir? Deməli, bayaq da qeyd etmişdik ki, qeyri-istehsal sahələri, yəni xidmət sferası çoxdursa, bunlar post-sənaye ölkələridir. İnsan inkişaf indeksinin aşağı olduğu ölkələr. Norveç, İrlandiya yuxarı, Lüksemburg, İsveçrə, İslandiya, Kanada, ABŞ, Singapur, Bangladeş, Somali isə aşağı insan inkişaf indeksinə malikdir. İnkişaf etmiş ölkələri müəyyən edin. Böyük Britaniya, Filippin və bir də Kanada inkişaf etmiş ölkələrdir. İsraildən başqa digər ölkələr Böyük Britaniya keçmiş müstəmləkəçisi olmuşlar. Biz bunu bayaq qeyd etmişdik ki, bu xüsusiyyətlər köçürülmə kapitalist ölkəsinə aid olan xüsusiyyətlərdir. İsrail əvvəl müstəmləkəsi olan, amma digər ölkələr, yəni bunlara Kanada idi, Yeni Zelandiyadır, Avstraliya, Cənubi Afrika Respublikasıdır. Böyük Britaniya müstəmləkəsi idi və oradan əhali axını nəticəsində inkişaf etmiş ölkəyə çevrilmişdilər. Ölkənin inkişaf səviyyəsinə görə ayrılması zaman nəzərə alınan amillərə aid deyil. Yəni, aid olanları götürmüşdük bayaq biz, indi aid olmayanlar lazımdır. Əhalinin və kənd əhalisinin sayı və sıxlığı. Deməli, ölkə əhalisinin sayı və ərazi böyüklüyü, torpaq və məşəqqətli təminat, kənd əhalisinin sayı və sıxlığı aid olmayan amillərdir. İnkişaf etməkdə olan ölkələrə aid xüsusiyyətləri təyin edin. Əhalinin orta ömür müddəti və təhsil səviyyəsi yüksək olur. Xeyr, bu inkişaf etmiş ölkələrdir. Mineral xammal və aqrar xammal istiqamı səciyyəvidir. Bəli, bu doğru cavabdır. Urbanizasiya səviyyəsi yüksək olur. Xeyr. Təsərrüfatda faydalı qazıntılar hasilatı satışı mühüm yer tutur. Bəli, bu da. Əhalinin təbii artımı yüksək, həyat səviyyəsi isə aşağı olur. Bəli, əsasən inkişaf etməkdə olan ölkələrə aid olan xüsusiyyətdir. Əhalinin hər nəfər üçün ürdüm miqdarı yüksək. Deməli, bu da aid olmayan xüsusiyyətdir. Deməli, düzgün cavab 2, 4, 5 olmalıdır. Sxemi tamamlayın. Uzun və sağlam ömür, təhsil səviyyəsi, layiqli yaşayış standartları, yəni bunlar əsasında biz insan inkişaf indeksini, yaxud insan inkişaf əmsalını biz hesablayırdıq. Böyük yeddilik qrupuna ayrılan ölkələri təyin edin. Deməli, böyük yeddilik ölkələrinə Şimali Amerikadakı ABŞ, Kanada, Şərqi Asiyadakı Yaponiya və Avropada İtaliya, Fransa, Böyük Britaniya və Almaniya aiddir. 1, 3, 4, 6 olmalı düzgün cavabımız. Yeni sənaye ölkələrinə aid olan əlamətləri müəyyən edin. Güclü emal sənayesi sahələrinə malikdirlər. Bəli. İqtisadiyyatın neftin satışından əldə olan gəlirlər hesabına inkişaf edir. Xeyr, bu neft ixracdan ölkələrə aiddir. Əsasən İran körfəzi ölkəyə aid xüsusiyyətdir. Xarici investisiya, ithal texnologiya səciyyəvidir. Bəli, bu da doğru fikirdir. Məşğul əhalinin yarıdan çoxu kənd təsərrüfatında çalışır. Xeyr, bu əsasən aqrar ölkələrə aid xüsusiyyətdir.
İnkişaf etmiş ölkələr xeyr etməkdə olan ölkələrdir. Yəni emal sənayesi güclü olsa da etməkdə olan ölkələrdirlər. Son vaxtlarda elm tutumlu sənaye məhsulları istehsal edirlər. Bəli, bu da doğru fikirdir. Uyğunluğu müəyyən edin. Deməli, Filippin yeni sənaye ölkələrinə aiddir. Meksika əsas ölkələrə aiddir. Azərbaycan keçid dövründə olan ölkədir. Malazya yeni sənaye ölkəsidir. Türkmenistan keçid dövründə olan ölkədir.